Artıq dünya əhalisinin yarıdan çoxu şəhərlərdə yaşayır. Bu isə planlı inkişafı, ağıllı nəqliyyat sistemlərini və yaşıl zonaların artırılmasını zəruri edir. Çünki gələcəyin şəhəri beton deyil, balans üzərində qurulmalıdır. BMT-nin təşəbbüsü ilə keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası WUF 13 şəhərlərin gələcəyinə dair qlobal yol xəritəsinin müzakirə olunduğu ən böyük tədbirlərdən biridir. Birləşmiş Millətlər Təşkilatı çərçivəsində təşkil olunan forum miqyasına görə iqlim konferanslarından sonra ikinci ən geniş beynəlxalq platforma sayılır. Tədbir şəhərsalma, dayanıqlılıq, iqlim və insan rifahı mövzularını bir masa arxasında birləşdirəcək. Şəhərsalma forumu bir tərəfdən ölkənin potensialının təqdim edilməsi və tanıdılması baxımından vacibdir. Çünki nəzərə alsaq ki, 30 min insanın forumda iştirakı, onların böyük bir qisminin təbii ki, dövlət qurumlarını, beləcə də biznesi təmsil etməsi, beyin mərkəzləri və medianın burada olması ölkənin təqdimatına imkan yaradır. Təbii ki, bu ölkənin təqdimatı baxımından və xüsusən də infrastruktur və potensialın təqdim edilməsi baxımından vacib. Ümumiyyətlə, bu forumun keçirilməsi qlobal urbanizasiya istiqamətində məsuliyyətli və çox mürəkkəb bir dövrə təsadüf eləyir. Məlumdur ki, demək, urbanizasiya özü ilə bərabərində bir çox çağırışları gətirir. Məsələn, artıq şəhərlər təkcə insanların yaşadığı və iqtisadi fəaliyyət göstərdiyi məkanlar deyil, o cümlədən rəqəmsal transformasiyaların, sosial sabitliyin gətirdiyi çağırışlarla üz-üzədir. Proqnozlaşdırılır ki, 2030-cu ilə qədər dünya əhalisinin böyük bir hissəsi şəhərlərdə yaşayacaq və bununla əlaqədar olaraq şəhərlərdə bir sıra çağırışlar mövcuddur. Bu, bütün dünyanın şəhərlərinə aiddir, yəni təkcə müəyyən bir ərazi, müəyyən bir region götürülmür. Forumun Bakıda keçirilməsi təsadüfi deyil. Bu, Azərbaycanın son illərdə həyata keçirdiyi müasir şəhərsalma siyasətinə verilən beynəlxalq qiymətdir. Xüsusilə azad olunmuş ərazilərdə qurulan ağıllı kənd və ağıllı şəhər modelləri, paytaxtda genişləndirilən yaşıl zonalar və COP29 çərçivəsində keçirilən şəhərsalma təşəbbüsləri ölkənin qlobal urbanizasiya gündəmində fəal rol aldığını göstərir. Anhabitatı'nın əməkdaşlıq, beynəlxalq ekspert qruplarında təmsilçilik və iqlim şəhər inteqrasiyasına dair təşəbbüslər Azərbaycanın artıq yalnız iştirakçı yox, təşəbbüskar tərəf olduğunu sübut edir. Burada eyni zamanda yalnız təbii ki, paytaxtın imkanları deyil, eləcə də xüsusən də Qarabağ və Şərqi Zəngəzurun potensialı təqdim olunacaq. Çünki nəzərə alsaq ki, Qarabağda həyata keçirilən şəhərsalma mexanizmlər, prinsiplər bir modeldir və artıq bu model inkişaf etmiş ölkələr və bəzi hətta ekspertlər tərəfindən də öyrənilir. Məlum olduğu kimi, Azərbaycan Ağıllı Şəhər platformasını işğaldan azad etdiyi ərazilərlə tətbiq etməkdədir və bu da dünyanın diqqətindədir, diqqət mərkəzindədir. O cümlədən nəinki ağıllı şəhər, yaşıl enerji ilə bağlı Azərbaycanın bir sıra layihələri var. O cümlədən Azərbaycanın böyük şəhərlərinə təqdim olunan rəqəmsal transformasiyalar dünyanın diqqətini çəkir və bundan əlavə Cənubi Qafqazda sülh təşəbbüskarı olan və dünyada da böyük nüfuz qazanmış Azərbaycanın digər tədbirlərə də ev sahibliyi etməsindən bağlı müsbət təcrübəsi var. WUF 13 Bakıya təkcə diplomatik nüfuz qazandırmır, həm də yeni investisiya, innovasiya və tərəfdaşlıq imkanları vəd edir. Potensial infrastrukturun, eləcə də şəhər modellərinin təqdim edilməsi, həm də sərmayənin cəlb edilməsinə imkan yaradır. Çünki məqsəd həm də ölkənin yalnız tanıdılması deyil, eyni zamanda və ya daha yaxından tanıdılması deyil, eyni zamanda potensialın daha yaxından təqdim edilməsidir və potensialın daha yaxından təqdim edilməsi də ölkəyə yeni sərmayələrin və xüsusən də qeyri-neft sektoruna investisiyanın cəlb edilməsinə imkan yaradır, dəstək olur. Bu da təbii ki, yeni dövrün yeni hədəflərinə uyğun olaraq xarici investisiya cəlbində üstünlük deməkdir. Bu forumun məhz bu çağırışların fonunda Azərbaycanda keçirilməsi həm Azərbaycan üçün belə deyək, öz təcrübəsini sərgiləmək üçün mühüm platformadır, həm də Dünya Birliyinin Azərbaycana göstərdiyi etimadın bir elementidir. Və bundan əlavə də son olaraq onu da qeyd etmək lazımdır ki, müasir şəhərsalmanın üzləşdiyi problemlər və bundan sonra da yəni bir sıra çağırışlarla bizi qarşı-qarşıya qoyacaq və bu da dünyanın həm inkişaf etmiş ölkələrində, həm də inkişaf etməkdə olan ölkələri ilə birlikdə rastlaşdığı problemlərdəndir. Şəhərlər böyüyür, amma onlar nə dərəcədə yaşana biləndir? Mütəxəssislər deyirlər ki, gələcəyin şəhərləri təkcə hündür binalar və geniş prospektlərlə ölçülməyəcək. Əsas məsələ insan rahatlığı, ekoloji balans və dayanıqlı iqtisadi inkişafdır. Məhz bu sualların cavabı 13-cü Ümumdünya Şəhərsalma Forumu 2026-da müzakirə olunur. Birləşmiş Millətlər Təşkilatının
İnsan Məskunlaşmaları Departamentinin təşkil etdiyi forumda şəhərlərin gələcək modeli müəyyənləşdirilir. Bakı yalnız ev sahibi olmayacaq. O, gələcəyin şəhər konsepsiyalarının formalaşdığı mərkəzlərdən birinə çevriləcək. Rahim Əkramoğlu, Elşad Heydərov, Zaur Həsənov, NTV Xəbər, Bakı.